Barış səsi. Yaza yaxın günəş qışın əsarətindən qurtarılır. Amma günəşin əsarətindən qurtarmaq xəbərini elə obaya kim, necə verir? Günəşi görməyə, dağlara, təpələrə dırmaşan, soyuğa həssas olan biri olmalıdır. Qışın bitməsi, bayramın gəlməsi və günəşin azadlıq xəbərini ilk dəfə sarı-qırmızı tüklü bir təkə erkək keçi verir. Axı onun tükləri günəş rəngindədir və yem yeməyə uca dağlara ilk dırmaşan odur. Beləliklə dağların ardından günəşin doğmasını görən ilk heyvan təkə olur. Bu xəbəri obaya gətirir. O gündən bəri hər il bayrama 20 gün qalan təkəmçilər şəhərlərimizdə təkəm oynadıb, günəşin azadlıq xəbərini və bayramın gəlməsini bizlərə ərmağan edirlər. Təkəm oynatma mərasimi insanın köhünlərdən çıxmasını və buz dönəminin bitməsini təsvir edir. Tarixçi və usturəşinas Mir Əli Seyidov açıq-aydın deyir ki, sarıqəzilli keçi türklərin usturəvi baxışlarında günəşin və yazın doğulmasının simgəsidir və təkəm oynatma həyat işıqlanmasının muştuluğunu verir. Təkəm boynunda var nokta təkəm, bu təkəm ağda təkəm, boynunda var nokta təkəm, tükləri biz olub bəlkə görüb şahda təkəm, tükləri biz olub bəlkə görüb şahda təkəm. Barış səsinə səs olun.